Salam mənim əzizlərim, balıq burcu ilə davam edirik. Yanvarın sonuna qədər balıqları nələr gözləyir, yəni bu həftə nələr gözləyir. Neptun 14 illik döngüsünü başa vurur. Yeni bir dönəmə adım atırıq. Görək balıqlar nələr gözləyir. Gözlədiyiniz bir xəbər var. Nəsə xəbər gözləyirsiniz. Bu xəbəri tezliklə alacaqsınız. Xırda narahatlıqlar, enerjini yeyən düşüncələr var. Kiçik streslər səni yorur və anidən partlayış, emosional reaksiya həyatınızda sürətli dönüş nöqtəsi ola bilər. Bu dostlarla və yaxud da ailə ilə bağlı olan bir məsələ ola bilər. Sizin həyatınızda yeni mərhələ keçid, fürsətlər yaranır. Həyatınızda ailənizlə bağlı baş verən hər hansı bir ani dəyişiklikdən sonra həyatınızın yönü dəyişir. Hansı bir rəsmi qurumla bağlı mı, rəsmi mi deyim, ciddi mi deyim, bir seçim qarşısında qala bilərsiniz və sizə məsləhət görülür ki, yəni ki, özünü nədəsə qalib, haqlı tərəf kimi göstərmək, yəni sizin xeyrinizə deyil. Yəni bundan sonra yüngüllük, rahatlıq sizə gəlsə də, ətrafınızda etibarlı insanların olmadığından xəbər verir. Yəni sizə xəbərdarlıq eləyir ki, ətrafınızda olan insanlara elə də güvənməyin, çünki o qədər də etibarlı biriləri deyirlər. Müdafiə özünüzü etmək istəyirsiniz, ani, kəskin qərarlar vermək istəmirsiniz, emosional dalğalanmalar yaşayırsınız, amma özünüzü mühakimə eləyib bir qədər geriyə çəkilməlisiniz, düşünməlisiniz bu barədə. Rahatlama dönəmi sizin üçün başlayacaq. Özünüzü güclü hiss eləyəcəksiniz.